Deməli bir dənə yeni tab aç, oraya yaz Composer download. Paralel Gir Birinci. Composer saytını aç. Bax orada görsən download and run Composer setup exe var. Bu değil. Ha, Aha. üstündeyim değil. Yes, onu klik elə. Aç setup'ı. Ha, aha, install full or okey, ona klik eləyin. Aha, yes. Burada developer modu seçmək. Okey, yox, seçməyin onu. Next-ə basın. Aha. Burada nə yazılıb? PHP choose a command. Browse-a basın. İndi C diski var aqon. C diski var aqon. Aha. Var aqon. Dəqiqə, Cəfər də İki dəqiqə, məndə hardaydı bu? ən yuxarıda baxırsan C var. Yox, dava qayıt. Burada olma. Ha, deyə burada. C diski var aqon. Orada ETS'de deyəsən. ETS'yi açın da. PHP var burada. Yox, daha PHP var imiş də PHP. PHP. Ha. Pure modu Pure PHP mainer bu da deyil. Yox, bir dənə var aqona qayıtdazın da. Çox getdi. Yuxarıda görsən var aqon sözü var. Yuxarıdakına bassan promo açacaq var aqonu. Burada, deyə bura. Deməli, orada 1000'ə gir bir dənə. Mən çoxdan işlətmirəm, unutmuşam. 1000. Görə burada PHP var. PHP-ni nə aç? Hə, budur. Bura atım geçsin. Onu aç. Yes. PHP sözün üstünü seç sonra. PHP var orada. Aşağıda. Onu seç. Şey. Okey. Sən də elədin Murad. Aha. Next. Çəkim bilim hara qoydum. Belə video çəkmiş, video atmış çəkirəm yəni. Ha, çəkilir, ha, Video çəkirəm. Next eləyim. Next eləyim. Prosta məndə şey gəldi. Ha, məndə də bu xəta gəldi. Please confirm want to use. Okey, orada checkbox'a klik eləyin. Checkbox. Add this PHP. Aha. Sayında oldu. Next eləyin təzədən. Next bir dənə install. Ifşa. Next. Finish. Qutardı. Laravel'in qurumu. Laravel'in dəstə. Composer'ın qurulumu bu qədər. Yəni əslində əvvəldən PHP-ni qurmusunuz. Varaqona görə MySQL-də var, avtomatik kompüterdə çox bir şey deyərsiniz. İndi Composer-də yüklədiniz. Mən birinci Composer-in nə olduğunu izah edeyim sizə. Ümumiyyətlə Composer terminal açın bir dənə. Composer yazsaq bura, siz də terminal açıb Composer yazsaz, burada göz avtomatik komandlar çıxır. İstəyirsiniz ki, Composer-lə nə edə bilərsiniz? Composer PHP-nin kitabxana meneceridə, yəni package manager deyirlər. Package şey deməkdir, paket deməkdir. Paket nə deməkdirsə, tutaq ki, belə deyim də, siz bir dənə kod yazmısınız, helper. Atıram, məsələn, əvvəlki dərs yazı SQL helper yazmışdıq, bir dənə klassların OP-də. Məsələn, tutaq onu siz hər yerdə işlətmək istəyirsiniz və yaxud insanlar verməsi işlətsin və s. Composer bu şey yarayır ki, məsələn, siz paketinizi Composer sayəsində ümumiyyətlə globala yükləyib, insanlar onu yükləyib işlədə bilər və yaxud insanlar başlayın özünüz belə yükləyib Composer-lə hansısa bir layihənizə onu işlədə bilərsiniz. Yəni bir növ buradan paketləri yükləmək və yaxud da paket idarə etmək üçün Composer deyə bir şey var. İndi bura qədər bir sual var. Yox, aydın. İndi keçək Laravel. PHP-nin bir framework-udur. Bu da full-dur yəqin. Necədir? Ödənişlidir bu da, yoxsa? Yox, ödənişsizdir. Laravel ya publicdir, narahat olmayın, ödənişsizdir. Deməli nədir? Laravel bizə nəyə kömək eləyir? Məsələn, frameworklar bizə nəyə kömək eləyir? Kodları bir standart daxilində və daha sürətli yazmağa kömək eləyir frameworklar. Yəni siz normalda məsələn bir layihəyə başlayanın hələ ki bir dəfə layihə yazmışıq da sizdən. Nə edirsiniz? Həmişə kimi standart şeyləri əməl edirsiniz. Papka yaradırsınız, o papkaya database connection açırsınız, nə bilim, yazıda root falan qurduq, nə bilim, orada hər dəfə 100 dənə şeylər elədik, düzdür, onlar çalışdığımız qədər təkrarlamadan işlədik. Yəni Laravel və yaxud da digər frameworklər sayəsində biz, yəni bir kodu, bir standartda və bəzi kodları da ki, rahat helperlər vasitəsilə daha tez yazmamıza kömək olur.
Uzun sözün qısası belə. Laravel yazıb Laravelin dokumentasiyasına gəlib ümumiyyətlə. Və burada documentation var. Klik eləyib və buranı oxuya bilərsiniz. Və burada hər bir başlıqlar var və sizə inandırım ki, Laravelin dokumentasiyası qədər başqa bir framework'un belə qəşəng dokumentasiyası yoxdur, yəni. Rahat oxuya bilərsiniz. Yəni təbii ki, bunun səbəbləri var ki, birincisi Laravel dəhşət çoxdanın framework'u deyil deyə 2011-in və s.dən başlayıb. Ona görə rahat qəşəng yazıblar. İkincisi də ki, yəni özləri də yəni nə bilim yəqin bunu yazan adama məsuliyyət davranır. Qəşəng yazıblar da, yəni ola bilər. Nəsə, buranı oxuya bilərsiniz yavaş-yavaş dərsləri keçirsiniz. İndi oxumayın, yəni biraz dərs keçir, sonra açıb oxusunuz. Burada çox şeydən bəhs edir və arxada struktura necə işlənməsi və s. hər şeyi buradan çata bilərsiniz. Bir də burada versiya söhbətləri var. Baxın. Burada versiyaları dəyişdirib, məsələn, tutaq ki, siz real layihədə iştirak edirsiniz və hansı bir işdəsiniz. Sizin Laravel 10-da və yaxud da 8-də Laravel yazırsınızsa, burada durub dokumentasiyanı 8-ə uyğun seçib dokumentasiyanı oxumağınız mütləqdir. Niyə? Çünki siz gedib Laravel 12-də yazılan kodu Laravel 12-də, Laravel 8-də işləməyə bilər. Yəni bunu deyim biləsiniz. Niyə? Çünki bu 12-də təzə şeylər gəlir. 8-də olmur axı ona görə. Yəni layihənizin versiyası neçədirsə, mütləqdir ki, o versiyanı seçib burada dokumentasiya oxuyun, yəni real iş mühitində. Məsələn, indi izah eləyəcəm burada qabaqda validationlar və s. var, belə. Nəsə ümumi başlayaq nədən? Mən sizə Laravel 10-u başlayacağam yüklüyüb bunun üzərində işləməyə. Səbəbi nədir? Laravel 10-da olub, Laravel 11-12-də olmayan bəzi fayllar var, hansı ki bu faylları ixtisar eləyiblər ki, lazım olduqca o faylları yükləyəsiniz. Ona görə Laravel 10 yükləyirəm ki, bütün o faylları görəsiniz, hər şeyi biraz arxa fonunu biraz görəsiniz. Sonra 11-12-yə keçərik sizlə. Orada ki, bəzi fayllar ixtisar olunub, yoxdur, amma əsas odur ki, arxa fonunu bilmiş olun. Ona görə Laravel 10 versiyasını yükləmək istəyirik. Elə burada installation var, installationa gəlirik. İndi installation'ın 2 dənə yolu var. Bu yollar nədən ibarətdir? Birinci yol odur ki, bax bu kod var, Composer Create Project, bax bu. Bu nədir? Birbaşa sizə Laravel'i gedir internetdən yükləyir kompüterinize. Bir ikinci yol var, elə burada yazılıb. Deyir ki, siz Composer Global Require Laravel Installer. Siz Composer'ın ümumiyyətlə Laravel Installer'ı yükləyin. Sonra haçan ürəyi vistası kompüterdə Laravel New yazıb, kompüterinizə Laravel app'ini qura bilərsiniz. Yəni bu iki yoldan birini eləyə bilərsiniz. Mən əsasən bu ikinci yolu işlədirəm. Sadəcə olaraq hələ ki indi bu Laravel sırf onu yükləmək üçün bunu istifadə edəcəm bu cürlə. Siz də bu installation'dan bunu kodu kopyalayarsınız. İndi eləməyin, evdə eləyərsiniz. Yəni dərsdən sonra. Bunu kopyaladıq, Laravel onu yükləyin sizdə. Gəlin, terminalı açırsınız. Terminalı açandan sonra siz hansı papkaya qurmaq istəyirsə, o papkaya girməlisiniz. Baxım görüm mən hansı papkadayam. Bizim bir dənə bayaqını yüklədiyimiz papkaya quraq görəsən. Yox, bax belə deyim də, sizdə səliqə səhman var da, bütün layihələri yazırsınız. Siz Laragonun içində www var deyəsən sizdə. Terminalı açırsınız, terminalı, yəni CMD-dir sizdə. Orada yazın CD, CD yazırız oraya gedirik. C diski, Laragon, www və yaxud da nə edə bilərsiniz. Mən sizə bir trik öyrətmişdim, bilməm yadınızda qalıb yoxsa yox. Açırsınız burada C diskini. C diskini burada açandan sonra burada yazı var bir dənə sizdə Windows'da. Onu kopyalama olur. Kopyalamayın o. Üstünə basın. CMD yazıb enter'ə bassınız, command line açılır. Yəni burada bir söz yazılır. Burada. İnşallah o başa düşməsəz WhatsApp-dan yazın, mən kömək edəcəm sizə. Tamam. Okay. Nəsə indi terminalı açdıq tutaq ki, o istədiyimiz yerə daxil olaq. Bir dənə mən görüm hardayam. cd.nqt. Qoşma www-nin içinə yükləyək belə məsləhətlə. Hə, www-nin içində yükləyin. Okay. Bir dənə cd php lesson ls cd PHP-nin içinə daxilim. Hə, mən bura quracam layihəni. Çünki sizə göstərim, görmüş olun. Məndə PHP papkası var idi. Hara getdi o PHP papkası? Yox, burada lesson. Lesson içində PHP içində dərslərimiz var. Mən bura quracam papkanı. Okay. İndi nə edirik? Command verirəm, amma burada example app sözü silirəm. Layihəmizin adı nə olacaqsa, papkanın adı, onu qoyun. Məsələn, tutaq biz kəsə blog idi, indi başqa şeydir. Gəlin elərik Laravel Learn qoyuram layihənin adını. Çünki Laravelin birinci təməllərini öyrənəcək, hələ layihə yazmayacaq.
Layihə yazımında ki, layihənin adını qoyarıq. Nəsə create project bu, bir də layihəmizin adı nə olsa, siz test qoyacaqsınız, nə qoyacaqsınız özünüz bilərsiniz. Enter-ə klik eləyirik, biraz gözləyirik. Bu gedir nə edir? İnternetdən bu Laravel-i yükləməyə başlayır. Yüklənsin bir dənə. İnternet sürətinə görə və bir də kompüterin sürətinə görə oha. Yəni ömrümdə bu qədər tez yükləməmişdi. Nəsə, sizdə biraz gec çəksə narahat olmayın. Şeydir. Mənim avantajlardır. Hə, nəsə. Okay. Deməli, indi gəlsəm bir açdığım papkaya, burada hara getdi bu PHP. Görəcəksiniz ki, Laravel Learn deyə bir papka yarandı. Bax, papkaya içə girsəz, bunu belə sıralayım. Görürsünüz ki, bax burada nələr olur? Fayllar yaranıb. Təbii ki, biz indi bu folderdan baxmayacağıq. Nə edəcəyik? PHP Store-unu açacağıq. PHP-nin üzərinə klik eləyirəm. Burada PHP-də Laravel Learn-ı birbaşa da aça bilərsiniz, amma mən belə məsləhət görmürəm bu cür açmağı. Promoy buradan Open-a klik eləyirik. Ancaq Laravel Learn papkasını açırıq. Çünki qaçışıqlıq olmasın. İndi bir də mən daxil olum bura PHP Laravel Learn-ı seçdim. Bax Open. Windows-da eyni cür eləyim. Bura New Window yazıram. Okay. Açılsın və bir də mən bunu bu tərəfdə yox, bunu mən right top-da istifadə eləyirəm. Vəsə, açıldı. Bir də açmanı sizdə aşağıda indeksləmə gedə bilər. İlk dəfə açanda, o da səbirli olun, indeksləmə eləyib qutaracaq, mən də bu sürətdə oxuyur. Okay, başladıq. Deməli, baxın, Laravel-i yüklədik, buradan bura qədər müxtəlif fayllar var, narahat olmayın, faylı hamısını bir-bir mənalarını izah eləyəcəm sizə. Amma Laravel Framework-ı hazırsa, bax, folder strukturunu hazır şəkildə verdi. Təbii ki, bəlirli bir hissəsinə qədər də hər şey yox. Məsələn, papkalar da açsınız, papkanın içində başqa papkalar var, görəcəksiniz. Gəlin başlayaq nədən? İlk növbədə. İlk növbədə başlamaq istəyirəm ki, bu papkaların mənası nədir və nə üçündür? İndi başlayaq birinci nədən? Public papkasından. Bax, public papkası bütün layihənin çölə görünən hissəsidir. Yəni, public papkasının içində görəcəksiniz HT-Access var, index.php var, robots.txt və s. var. Çox bir şey yoxdur. Təbii ki, burada bizim başqa fayllar da olacaq gələcəkdə. Burada ən çox bizə maraqlı olan index.php-dir. Nədir bu index.php? Bizim layihənin start nöqtəsidir. Start nöqtəsi nədir? Yəni, bu layihə bütün gələn sorğular, HTTP bizdə bütün HTTP sorğular üzərindən layihəmiz işləyəcək. Bütün gələn sorğular bu index.php-dən daxil olacaq, layihə buradan başlayacaq. Yəni, amma belə bir şey deyim ki, biz qətiyyən index.php bir kod yazmayacaq, indi göstərəcəm qabaqda. Sadəcə deməyim odur ki, layihə index.php-dən işləyir. Burada görəcəksiniz ki, yəni kodları oxuyaq. Biz hansı ki PHP keçmişik, bu kodları oxumaq biz üçün 2-2 olmalıdır. Define. Define'ın mənası odur ki, konstant yarat. Yəni burada bir dənə konstant yaradır. Biz üçün Laravel start. Bunun məqsədi bizim saniyə söhbətləri var. Onun üçün time managementdə istifadə olunur. Keçdik aşağı 19. File exist, faylın olub-olmadığını yoxlamaq üçündür sadəcə. Və burada deyir ki, belə bir fayl varsa require elə bunu. Require keçmişik ki, nədir? Bizdə faylı yükləmək üçün istifadə olunur. Yəni, get o faylı yüklə. Düşdük aşağı. Bax, bu arada burada oxusaz bu kommentləri, mənalarını da izah eləyir, yəni. Maintains nə deməkdir və s. Düşdük aşağı, maintains vacib bir şey deyil, ona görə bu izahını çox da vermirəm. Keçdik bir autoload. Ən vacib hissəmiz, bax, budur. Deyir ki, bax, require get autoload.php-ni neynə? Oxu. Okay. Gəlsə indi bura vendorun içində autoload.php-yə. Bax, budur fayl. Bu nə edir? Deyir directory autoload.php. Bax, gəlir bura. Deyir, bu faylı mənə üçün require elə. Nədir bu autoload.php? Bizim OP keçdik də sizlə. Bundan sonra bütün hər şeyi klasslar üzərindən işləyəcək. Yəni, açdıq faylı, promo PHP kodu yazdı anlayışı yoxdur. Hər bir şey klass daxilində olacaq. İndi biz bu klassları yazdıq, tutaq ki, işlətmək istəyirik. Bu klassları nə etməliyik bir faylda işlətmək üçün? Yazılı gəlsə require include eləyirdik üstə. Yadınızdadır da. İndi o dövr bitdi artıq. Niyə? Çünki biz artıq autoload.php sayəsində, bax bu fayl sayəsində bizi üçün hazır bütün klasslarımız yüklənəcək. Yəni necə yüklənəcək? Include require olacaq. Buradakı bax bu kodlar sayəsində.
AutoLoad PHP-nin mənası budur. Və mütləq yadınızda saxlayın, intervyuda bunu sual verirlər. Yəni AutoLoad PHP nədir? Nə üçün istifadə olunur? Klasslar fərqli papkalarda ola bilər və Bəli, Bu indi onu izah eləyəcəm necə gedib tapıb oxuduğunu. Aha, amma hamısını çağırır da belə deyil. Bəli. Və bir də fikir verdinizsə, autoload.php bax bu vendorun içindəkini oxuyur. Vendor papkasının gələn mənasını deyim. Bu arada Cəfər Kəniz qəşəng bir sözdür, qeydlər mənasında. Mənim əslində bu videoya baxanda nə deyirəmsə, onları vacib sözlə çalış qeyd elə dəftərinə, çünki ikinci dəfə videoya baxıb 1 saat vaxt itirməyəsən. Okay, indi getdik vendor papkasının mənasına. Hələ ki buranı saxladım, qayıdacağam bura. Bax bu vendor papkası bir sizə dedimmi, Composer bizim üçün nə edir? Paket idarə edicidir, yəni paket yükləməyə və s. Bax bizim yüklənən, xaricdən yüklənən bütün paketlər vendor papkasının içində olacaq. Yəni kimsə bu kodu yazıb, biz bunu yükləmişik işlədəcəyik layihəmizdə. O mənada. Yəni biz indi təkcə burada olan, indi burada paketlər var. Məsələn, Laravel, Gazelle, nə bilim, müxtəlif faker.php və s. Bax bunların hamısını yüklənib gəlib Laravel-ə görə. Amma bizim də gələcəkdə yüklənməyən, başqasının bəyəndiyimiz kodu yükləyəcəyi, hansı ki qabaq dərslərdə olacaq. Onun üçün məsələn nümunə çəkim Excel export. Tutaq ki bizə bir task gəlir ki, onun Excel-ini eksport elə. Məsələn biz bunun paketini yükləyəcəyik birinci, vendora düşəcək, sonra işlədəcəyik. Vendor papkası bizim paketlərimiz olan fayldır. Hə, indi qayıtdıq nəyə? Autoload PHP dedik klasslarımızı require və ya include biz eləməyək deyə. O eləsin deyə mümkündür. Keçdik hara? Bootstrap app.php-yə. Bootstrap app.php bizim configurationlarımız üçündür. Hansı ki bu configurationlar nədir? Bizim kernel adında bir faylımız var. Bu faylın da mənasını izah edəcəm qabaq dərslərdə. Bunun mənası nədir? Bizim middleware deyə bir anlayışlarımız olacaq. Hansı ki middleware nədir? Ön yoxlanışlar. Bu ön yoxlanışlar nədir? Tutaq ki məsələn mənim admin səhifəmə kənardan heç kim girə bilməz, ancaq admin adamlar girə bilər. Ən sadə nümunə. Və yaxud da adam login olmamış, biz yadımızda bir şey yazmışdıq. Adam login olmamış, eləyə bilməz, blog səhifəsinə keçə bilməz məsələn, ancaq birinci login olmalıdır. Və bu tip yoxlanışlar middleware eləyəcək. İndi Bootstrap app PHP nədir? Bu middleware-ləri yükləyib, içini oxuyub icra edən, bütün konfigurasiyalar edən fayllardır. Yəni burada hansı ki kernel və s. və bir də bəzi təhlükəsizlik yoxlanışlar. Middleware, Laravel nə demişdim sizə? Niyə çox adam Laravel işlədir framework? Çünki burada təhlükəsizlik təmin olunur. Bu təhlükəsizlik də middleware-lər sayəsində təmin olunur. Bunun üçün də Laravel layihəyə ilk başlayana nə olur? Bootstrap app-in içində kernel yükləyir. Kernel da gedir middleware-ləri yükləyir. Və middleware-lər biz üçün öncədən təhlükəsizlikləri falan check eləyir, yəni deyim biləsiniz. Okay. Sonrasını uje saxlayıram. Yəni sonrası əslində yoxdur. Yəni bu kerneldan və s. requestlər handle olunur və s. Okay. Deməli nə başa düşdük? Birinci layihəmiz public-də index.php-nin içində oxuyur. Sonra vendor papkasını izah elədim. Gəlin keçib .environment var burada. Bu nədir? .env bizim layihə haqqında vacib məlumatları içində olan bir fayldır. Hansı ki biz bura nə edəcəyik? Biz burada database bax görürsüz db connection. Biz bura gəlib database connection üçün biz bura database'imizin adı, database'imizin adı, hostu, parolu və s. yazacağıq. Bax sadəcə bunu yazmaqla Laravel gedib bizim həmin database connect olacaq. Bəli, olar gələrəm. Okay, yəni təkcə bunu yazmaqla bizim Laravel, yəni nə edir? Gedib database connect olur. Artıq siz PDO-da gedib connection açmaq dövrü bitdi. Yəni artıq siz heç vaxt PDO-da gedib connection açmayacaqsınız. Bax bir üstünlüyü də budur. Onda bu şeydir, bu tək o singletonu falan avtomatik edir də hamısını. Hə, hamısını avtomatik təmin edir kafamda. Qəşəng sual idi Murad. Bir də mənə 5 dəqiqə vaxt verin, qayıdıram indi. Hə, Murad, bura qədər sualım var. Yox, aydın. Okay, indi keçdik nəyə? Burada environment-də dediyim kimi bir çox parametrlər daxil edeyim. Məsələn, gəl ən başdan başlayaq. App neyim? Əslində bu böyük bir funksionallığı yoxdur. Sadəcə app'in adını burada yazırıq. App'in environment. App environment nəyə yarayır bizdə? Bax biz biri var ki, kompüterimizdə işləyirik, lokaldır bu. Yəni lokal sayılır. Bir də var ki, biz bunu özümüz əllə dəyişib prod eləyə bilərik. Nə zaman? Tutaq ki, biz bunu hansısa bir serverə deploy eləmişik, hansı ki baxacağıq ona da. Onda gedib burada bir dənə prod yazırıq ki,
niyə görə prod yazırıq? Bəzi ifləri yaza bilək deyə layihədə ki, prod olsa bu cür işləsin. Məsələn, production mühitidə, yəni lokal olsa başqa cür işləsin. Sadəcə bir environmentin nə olduğunu göstərmək üçündür. Debug'ın nə olduğuna gələcəyik. Debug errorları göstərib göstərməməlidir. Yəni true yazsaq göstərəcək, false yazsaq göstərməyəcək. Bunu birazdan görəcəyik. Ya burada digər başqa hər bir şey, yəni bizim parametrlərdir. Yəni ən sadə məsələn mail göndərmək üçün də, yəni mailin parametrlərini yazıb variable sayəsində rahat mail göndərə bilərik, yəni. Heç də environment bu cür nə? Yəni sensitive datalar, yəni saxlanılır bu cür nə və keçdik indi qabağa. Qabaqda nəyimiz var bizim? Burada bütün papkalar hamısını bugün izah eləməyəcəm, yavaş-yavaş. Keçdik ən başlanğıcda nəyə? Gəlin terminalı açaq. Yazıram bura PHP artisan PHP artisan server work nədir? Hə. PHP artisan server yazırıq. Nə edir bu? Siz terminalda PHP artisan server yazsaq, variable layihəsini qaldırmış olacaqsınız. Və burada deyir ki, sizə bu linka daxil olaraq nə edə bilərsiniz? Bax bu layihə ayaq üstədir, lokal hostda budur. Və təbii ki, siz burada 127.001.8000 yox, istəsəz bura lokal host 2.8000 yazsanız da eyni şey açılacaq. Yəni lokal hostla 127.001 eyni şeydir, eyni, yəni mənalı bir şeydir. Bu serv falan yazılıb açarsınız, artisan serv. Onu həminki papkaya girib orada yazır. Bəli, 100%. Okey, layihəmiz ayağa qalxdı. İndi getdik nədən? Başlayıram bu roots papkası var burada. Rootsumuz nədir? Marşrut deməkdir roots, yəni yol xəritəsi kimi bir şeydir. Yəni biz bütün rootlarımızı burada yazacağıq. Yollar deyə də, yol mənasına gəlir. Və burada web.php-yə daxil olsaq, bu kommenti mənası yoxdur, silirik buradan. Burada root get, burada biz üçün bir nümunə yazıb, bunu ehtiyac yoxdur. Yəni bunu söndürüb kommenti ata bilərsiniz, silə də bilərsiniz. Okey. İndi başlayırıq nədən? Bizim app daxilində, HTTP içində, controller içində bizim klasslarımız var. Hansı ki, controllerlar bizi nəyə yarayır? Bizim əsas kodlarımızı, yəni controller daxilinə yazacağıq hələ ki. Sonradan onu da böləcəyik, başqa klasslara falan çıxardacağıq. Belə. İndi gəlin bir daha burada biz controller deyə bir fayl yaradaq. Bunu gəlin belə eləyək. Bu davamlı belə getdiyi üçün məcbursunuz ki, yeni bir dənə terminal açasınız burada. Bu arada Visual Studio işlərsiniz, orada da var. PHP Storm işlərsiniz, elə buradan terminala basıb aça bilərsiniz. İndi yazırsınız da PHP artisan make controller. Bax, bu bizim controller yaratmağın kodudur. İndi biz bir də controller'ın adını yazmalıyıq. Tutaq, gəlin bura olsun kategori controller. Enter'ə klik elədim. Bax, nə edir biz üçün? Bax, burada bir dənə yeni bir kategori controller yaratdı. Bunu açıram. Gəlin baxaq, bu nə qaytarır bizə? Bir kategori controller klassı qaytarır və extend eləyir controller'dan. Yəni nədir bu? Uzun sözün qısası. Bizə controller'dan miras almış bir dənə klass yaradır və salam. İndi bu miras alan bir şeydə arxa fonda görürsünüz nələr işlədir. Base controller, sonra use, trade'lər işlədir. Validates, request və s. İndi mən gəlin bir dənə bura metod yaradım. Public function, tutaq ki, adı olsun salam. Və bu return eləsin, gəlin nə bir şey return eləsin. Tutaq hələ ki 1-2-3-ü return eləsin. İndi stringə niyə yazım 1-2-3-ü da ayrı bir sualdır da nəsə. İndi biz bu metoda necə çata bilərik variable-də? Gəlin onu izah edeyim sizə. Web PHP-ni açırsınız hələ ki. Və bura yazırıq root 2.2. İndi mən HTTP keçmişəm sizə. HTTP-nin əsas 2 dənə metodu var. Get və post var. İndi digərlərinə də qaçmırıq. Getimiz bizə nəyə kömək olur? Get yazırıq. Yəni ekran data nə edirik? Səhifə açanda gəlməyinə. Rootumuzun adını yazırıq. Bax, bu nə deməkdir? Layihə açılanda əsas lokal host yazan sonra yanına xətt nə yazsınız bu açılsın. Tutaq yazıram bax. Salam yazmayacaq, ya fərqli bir şey yazaq, hello yazaq. Yəni artıq mənim URL-imdə yanına xətt hello yazsaq bu açılacaq. Vergül atırsınız. Bu sizdən 2 dənə parametr istəyir. Array açırıq. Array-in birinci parametrində bizə controller istəyir. Kategori controller yazıram.
İkinci parametr isə hansı metodunu oxusun onu istəyir. Biz də metodun adını salam qoymuşduq bildiyim qədərilə. Bax bu cürlə. Bax bunu yazdıq. Vəsə qutardı getdi. İndi siz gəlirsiniz brauzerə, yandan xətt hello qoymuşduq adını. Yazsaq baxın 1-2-3 ekrana gəlmiş oldu. Yəni nə oldu? Mən burada bir dənə root yaratdım, yəni marşrut yaratdım. Bu marşrutun nədir? Get metodu ASP-nin link hello olsun. Yəni baxın yanına xətt hello. Deyirik ki, bax get bu klasın, bax bu klasın salam metodunu oxu. Salam metodu da bizə nə qaytarır? 1-2-3 qaytarır. Təbii ki, nə istəsəz 1-2-3-ü qaytarmaya bilər. Nə istəsəz return eləyə bilərsiniz geriyə. Yəni burada return tutaq bir variable yaradıram. Dollar name məsələn Murad və mən nə edirəm? Return dollar name yazıram. Səhifəni refresh edim. Bax Murad gəldi ekrana. Bu qədər sadə. Yəni burada istədiyiniz kodu yaza bilərsiniz. Keçdik ikinci məsələyə. Burada gördüyünüz kimi nə var? Category controller'dan əvvəl app, HTTP controllers, category controller sözü var. Nədir bu söz? Nəyə yarayır? Fikir verdinizsə, baxın app papkasının içində, HTTP papkasının içində controller papkası var. Bunun içində category controller var. Yəni baxın, diqqətlə baxsınız, bu yolu göstərir əslində bizə hansı papkanın içində olduğudur. Amma biz indiyə qədər belə bir sintaksisdə heç çox yazmamışıq sizlə. Yəni ilk dəfədir görürük. İndi belə bir şey deyim, bunun qısaldılmışı var. Biz bunu hər dəfə belə yazmayacağıq. Biz nə edəcəyik? Buraya yazacağıq use category controller. Bax use. Bax burada aşağıda yazılanı, bax bunu buraya yazırıq. Və bir dənə sadəcə gəlib bura ən axırıncı yazılan burada category controller buraya yazır. Bu nə olur? Qısaldılmışı olur. İndi desəz ki, bu niyə belə eləyirik? Səbəbi odur ki, dava qaytarım. Bu belə qalsa, tutaq mən ikinci bir root yaradıram. Adı olsun hello 2. Bu getsin salam 2 metodunu oxusun. Baxın, hər dəfə bu göz yorur. Amma bir də var ki, siz nə edirsiniz? Bunun əvvəlini silirsiniz. Bax, bu göz yormur. Niyə göz yormur? Çünki bax, burada biz use eləmişik kateqori controller'ı. Bura qədər sual var. Bu da hello nə idi orada? Sonrasını başa düşdüm. Bu hello bizim linkdir. Yəni bax burada yazılan linkdir. Aha. Yəni rootumuzdur. Bu klassdır. Bu da klassın metodudur. Yəni sən deyir ki, hello 2-ni açanda bu klassın bu metodu işə düşsün. Aha, aynen. Okay. İndi bu use da aydındır. Aha. Okay, indi getdik qabağa doğru. Mən indi nə edirəm? Bu use'un məqsədini izah eləmişsiniz. Çünki indiyə qədər use sözü deyə bir şey görməmisiniz. İndiyə qədər nə görmüsünüz? Require sözü görmüsünüz. Require. Bax bunu görmüsünüz və include görmüsünüz. Bəs yaxşı, nədir bu use? Birincisi bu use bizə klassı burada işlətmək üçün, həmin bu klassı burada işlətmək üçün use istifadə eləməyimizi tələb edir birinci PHP. Yəni birinci bunu bilməlisiniz. Yəni mən burada kateqori Bu use şeydəki use deyil, o class trade'dəki use deyil, ayrı use. Ayrı use'dur, bəli. Okay. Birincisi biz bu klassı burada işlətmək üçün bu use'u tələb eləyir bu bizdən. Bu birinci məsələ. İndi gəldik bu ikinci use nə üçündür? Biz Laravel layihəmizin ən aşağısında composer.json deyə bir faylımız var. Composer.json. İndi bu faylın nə olduğunu deyirəm. Bu faylın içində layihəmizin bir çox əsas məlumatları yer alır. Məsələn, PHP-nin versiyası, ondan sonra bizim burada hansı kitabxanalar, yəni paketlər istifadə etdiyimiz, məsələn, Gazelle, Framework, Laravel Sanctum, Laravel Tinker, bu kitabxanaların adlarıdır. Və bir də burada autoload deyə bir şey var. Autoload yadınızda mən sizə izah elədim, nədir? Autoload nə idi? PHP-də klassları yükləmək üçündür. Amma bir də görsəniz, burada PCR4 deyə bir söz yazılıb. Bəs bir də intervyuda soruşa bilərlər, PCR4 nədir? PCR4-ün birinci açılışı odur ki, PHP standart recommendation idi. Deyəsən, belə bir şey açılışı var idi. Yəni, PCR4 bizə standartdır. Yəni, klassların yaranmasının standartıdır. Belə izah edeyim də. Yəni, klassların və namespace-lərin necə yaranması kömək olur ki, səbəbi nədir bu PCR4-ün olmasının? Autoload gedib bizim rahatlıqla klassları tapıb yükləsin deyə.
İndi Murad, sən dərsin əvvəli bir qəşəng sual verdin ki, bu gedib hardan tapır ki, upload hansı faylın içindəki klassları yükləməlidir? Bax burada yazılıb ki, PCR4-ün içində get app papkasının içini oxu. Bax görsən burada. Get app papkasının içini oxu. Bax burada gedir nə edir və hətta burada da database factories, database seeders yazıb. Yəni get bu klassları oxu, bu klassların içindəki bu papkanın içindəki bütün klassları oxu, yəni yüklə. Yəni bu buna kömək olur. İndi gəlsək PCR4-ün nə olduğunu daha ətraflı, bax bir şey göstərim sizə. Kateqori controller'ı açıram. İlk dəfə nə görmüş olursunuz? Namespace və namespace-in içində gör nə var? App, HTTP, controllers. Və mən burada folder strukturumu açsaz, nə görəcəksiniz? App, HTTP, controllers, və bunun içində kateqori controller var. Bax, bizdən nə istəyir PCR4? PCR4 bizdən onu istəyir ki, sən buraya yazdığın namespace və klassın adı sənin bax bu hansı papkada yerləşdiyi ilə üst-üstə düşsün. Yəni bax bizim app'in içində, HTTP-nin içində, controls papkasının içindədirsə fayllarımız, mütləqdir ki, sən namespace-i də o cür qurasan. Yəni namespace necə qurmalısan? Papkanın olduğu yerə uyğun qurmalısan. Bax PCR4 dediyim standartidir. Standart da bizdən bunu tələb eləyir. Sənin faylın hardadırsa, namespace-ində o cür yazılmalıdır. Okay, indi gəlirəm namespace-in nə işə yaradığına. Murad, bax, bizim 2 dənə klassımız ola bilər, blok klası. Blok klassımız 2 dənə ola bilər, amma fərqli papkalarda. Və yaxud da bu kateqori controller'ım mənim 2 dənə fərqli papkada ola bilər. Bax, bunları bir-birindən fərqləndirmək üçün namespace-dən istifadə edirik, qısacası desək. Və gəlib artıq web PHP-də mən deyirəm, kateqori controller işlət. Deyirəm ki, hansı kateqori controller işlətməlisən? Bax, bunu burada deyirəm. Səbəbi də odur ki, mənim bir klassımdan 2 dənə varsa, belirtim ki, yəni deyim ki, ona hansı kateqori controller işlət, ona görədir. Bu dediklərimin hamısını bir-bir qeydlərini aparın. Yazıram dedikcə. Yox, yazma, indi yazma, qətiyyən yazma. İndi sadəcə qulaq as, yəni. Çünki nə etməlisən, qulaq asıb başa düşməlisən. Sonra ikinci dəfə videoya baxıb sən nə etməlisən, qeydləri apararsın. Hələ ki sadəcə free burax, dərsə bax. Deyəsən elə bir onu ikinci dəfə sual verməyin səbəbi oydu. Böyük ehtimal qeyd aparırdın deyədir. Eləmə. Okay, getdik indi nəyə? Bildik ki, biz burada root yaratdıq, yəni marşrut yaratdıq. O marşrut getdi klassın içindəki bizim metodumuza gəlib çatdı və salam. Bu belə. İndi gəlirəm nəyə? Getdik ikinci söhbətə. Mən burada tutaq ki, variable return edirəm. Bəs yaxşı, deyəcəksiniz ki, mən burada HTML necə eləyim return? Təbii ki, gəlib bura nə yaza bilərsiniz? $HTML bərabərdir. Məsələn, tutaq HTML kodunuzu yaza bilərsiniz burada. $HTML. HTML-imiz nədir tutaq ki? Olsun ki, məsələn, H1 okey, tutaq budur bizdə. İndi gəlsəm ekrana, görürsünüz, salam qara gəldi. Yəni, bax, bu cürdə siz əslində nə edə bilərsiniz? HTML kodu geriyə return edə bilərsiniz, yəni. Amma bu, qorxmayın, bu cürünə tövsiyə olunmur, heç vaxt bu cür bir kod yazmayacaq. Bəs yaxşı deyəcəksiniz ki, biz necə yazacaq HTML kodlarını? Bunun üçün də bizə nə köməyimizə çatır? Gəlirəm burada resource deyə bir papkaya, resources. Bu içində views var. View görüntü deməkdir. Bax, bütün görüntüyə aid olan hər şeyimizi burada yazacaq. Sağ klik eləyirəm. Tutaq gəlin bir dənə bir şey yaradaq. Olsun adı ya papkaya bölək, ya da papkaya birinci papkası göstərim, sonra papkaya ilə. Adını qoyuram, tutaq ki, kateqori home tutaq qoyuram. .blade.php. Okay. Mənim viewlarımın hamısı .php yox artıq, .blade.php ilə olmalıdır, deyim biləsiniz. Yəni extension .blade.php olacaq. İndi gəlirəm burada, bu PHP extension'ı silirəm. HTML kodumu rahat buraya yazıram. HTML-i yazdım, məsələn, H1 atıram. Salam yazıram. Yazdım. Tutaq indi nə istəyirsiniz yazın da ki, problem yoxdur. Hətta PHP tag açıb onu da yaza bilərsiniz. Yəni tutaq məsələn PHP tag açıb echo deməkdir də bu. Echo salam da yaza bilərsiniz və yaxud da variable-ın adını da yaza bilərsiniz. Fərqi yoxdur yəni. Okay. İndi
nə edirəm? Mən bu frontu, yəni HTML-i oxumaq istəyirəmsə bu faylda, kateqori kontrolda nə etməliyəm? Return HTML yox, return view deyə bir şey yazmalıyam. Bax, view nədir? Diqqətlə baxsınız, bir funksiyadır da. Yəni funksiyanı belə çağırdı da, yadınıza gəlir də yəqin ki, funksiya çağırmaq üçün funksiyanın adını və mötərizə açıb bağlayırsınız. Üstünə kontrolla basıb saxlasınız və bunun içində açmış olursunuz. Baxın, arxada yazılıb function view. Bu bizdən yəni nə görür, qəbul edir. Deyir ki, mənə view göndər. Yəni view nədir? View'un adını. Yəni bax bu view var, bunu göndər. Sonra deyir ki, nə data ötürmək istəyirsən, o dataları ötür. Bir də mövcud data ötürə bilərsən. Gəlin indi baxaq nə edirik. Mən bu kateqori home bu-ed yükləmək istəmişəm ki, adını yazmalıyam birinci. Kateqori home. Bax, .bu-ed.php ehtiyac yoxdur. Sadəcə adını yazırsınız. Nə adını? Bax, adını qoymuşam kateqori home. Bunu yazsınız, bura qutardı getdi. İndi nə edirəm? Bu HTML-i silirəm, ehtiyac yoxdur. Vso, indi gəlsəm ekrana, səhifəni refreshləsəm, baxın, mənim view-um yükləndi. Təbii ki, indi bu view-da salam yox, Laravel dərsi yazım. Refreshləyim. Laravel dərsə. Artıq nə oldu? Laravel dərsi oldu. Niyə? Çünki mənim bax bu view-um yüklənmiş oldu. Yəni siz nə etmiş oldunuz? Gəlin ən başdan başlayaq. Birinci web PHP içində root yaratdınız. Root getdi controller'ın bu klassına. Bu klassda backend kodunu yazıb sonra front return elədiniz və view-u front kodu da burada öz yerindədir və nə olmuş oldu? Bizim full stack bir layihəmiz oldu, amma hər kod ayrı-ayrı papkaların içində, daxilində bölünüb. Yəni hər birinin öz məsuliyyəti var, belə izah edeyim, yəni ayrı-ayrı. Və indi qaydası olsaq bura bunu silirəm. Tutaq view-a indi, tutaq bir data ötürmək istəyirsiniz. İndi yazırsınız ki, yaxşı mən nə datası ötürə bilərəm? Ən sadə nümunə. Yadınıza gəlsə biz blog layihəsində nə edirdik? SQL-dən kateqoriyaları götürürdük. Sonra bu kateqoriyanı ekrana for each-lə gətirirdik. Gəlin belə elə həmin şeyi burada da yazaq. Tutaq mən database hələ ki keçmədiyim üçün, yəni burada Laraveldə belə yazacağam. Categories bərabərdir. Məsələn, sport, animal. Tutaq olsun burada cartoon və s. Tutaq bu bizim database-dən gələn kateqoriyalardır. Mən bu kateqoriyası necə ötürə bilərəm? Bax bu view-un içinə. Bunun gəlin birincisi belə bir şey göstərim sizə. Burada bir dənə PHP tag açsın. Bura print r, array yazsaq categories. Error atacaq ki, categories deyə bir şey tanımıram. Gəlin baxaq. Bax, undefined variable category s. Bəs yaxşı, mən necə eləyim ki, bax burada yazdığım kateqori ismi bu faylı görsün. Problem budur. Bunun üçün də yadınızda demişdim, ikinci bir parametr istəyir bizdən. Laravel view-da. Yazıram ki, mənə categories parametri ilə adı ilə dollar kateqorisi ötür. Necə ötür? Yəni view ötür. İndi bax səhifəni refreshləsəm, bax error getdi. Bax sport, animal, cartoon gəlib bura çıxdı. Necə elədim? Vergüllə bir array ötürdüm. Arraydə dedim ki, key kateqorisidir. Dollar kateqorisindəki mənim bir variable'ımdır bu cürlə. Belə. Bura qədər sual varmı? Yox, aydınlandı. Getdik nəyə? Bunu biraz da qısaldılmış yolu var. Sizə izah edeyim. Bura compact yazıb, dırnaq açıb, bu variable'ın adını buraya yazsaz, categories bizim bayaqki struktur eyni şey olacaq. Yəni bura kommenti yazım bir dənə bunu. Kommentə yazaq. Okay. Bax array açıb, categories ox atıb, dollar categories. Bax bunun qısaldılmış versiyası PHP-də ha. Bu Laravel-ə dəxli yoxdur. Bu PHP-yə aiddir. Compact yazıb, PHP-nin hazır funksiyasıdır. Bura variable-ın adını yazırıq, categories. Bax bu ilə bu eyni şeydir, amma baxın hansı qısadır? Təbii ki bu qısadır. İndi
Compact kateqoriyası yazdım, səhifəni refresh edirəm. Baxın, artıq variable-ım. Yəni database-dən çəkdiyimiz datalar nə olur? Gəlir bura çıxır. İndi burada siz bunun qırmızı olmağına fikir verməyin. Qabaqda bunun da həll yolunu göstərəcəm sizə. Bu blade.php-yə aid ətraflı bir izah keçəcək. Hələ ümumi üzərindən keçirik, Laravelin nə olduğuna aid. Ümumiləşdirsək, burada nə yazırıq? SQL kodlarımızı və yaxud da məntiqi kodlarımızı. Bu tərəf isə return edirik frontu. Niyə? Çünki biz nə edirdik? Bir növ belə izah edeyim də. Ben PHP-ni açım burada. PHP anı. Mən niyə görmürəm PHP sözünü? Yoxdur. Çünki open eləyim, onu da ayrı açım. Bura hansı papkadır? My apps. Buna daxil oluram. PHP-yə daxil oluram. Open eləyirəm, new window, okey. Sizi bir növ yadınıza salmaq istəyirəm bəzi şeyləri. Açıram burada blog layihəsini, blogu, ən sadə kateqoriyanı açıram, index PHP-ni açıram. Yadınıza nə salmağa çalışıram? Bax, burada görürsünüz məntiqi kodlarımız var. Amma biraz aşağı düşürsünüz, front kodlar başlayır. İndi Laravel'də deyir ki, sənə bunu belə yazma. Deyir ki, gəl sən məntiqi kodları metodda yaz. Sonra bu bütün nə işlədəcəksənsə view-da onu ötür bura. Get front kodunu burada yaz. Nə olmuş oldu? Səliqə səhman yaranmış oldu. Məqsəd budur. Və bir də fikir verdinizsə bir dənə bir şey deyim. Bax burada hello.php yazmadıq. Ondan da qurtulmuş olduq. Daha səlis deyir, yoxsa hello.php işləməyəcək. Buje sən bura hello yazmalısan. Desəz ki, bəs bunu Laravel necə handle eləyir? Yadınızda biz sizlə $request keçmişdik. Yox, $server əstəğfurullah. Serverdə request var idi. Serverdə nə var idi? Bizim link var idi bax bu. Hətta gəlin bunu ekrana gətirim. Bax, return. Bizdə return yazıramsa aşağıdan oxumayacaq. $server. İndi səhifəsinə bax. Gəldi mənə server. Və bunun içində bir dənə diqqət yetirsəz nə var? Bax, pass info var ya da nə var idi demişdik? Request URI. Elə desəm biz bunu işlətmişdik. Bax, Laravel nə edir? Sənə serverlə, bax bunun sayəsində gedir tapır ki, sən linkin axırına hello yazmısan. Yəni linkdən sonraya. Və deyir ki, sən hello yazmısansa, get bu klasın bu metodu işə düşsün. Yəni əslində siz istəsəz bunu özünüz də yaza bilərsiniz. Amma Laravel üçün hazır yazıb ki, daha bir də əziyyət çəkmədə götür bunu işlət. Bu cürlə. Okey. Deməli, rootun nə olduğunu dedik, controller'ın dedik, view-nu dedik. Bir də bura mən qeydləri yazmışdım, bir də ona baxın. Composer dedik, Laravel'i qurmağı dedik, Laravel'in life cycle-ını. Life cycle sual versələr, bildiniz də həyat dövrü deməkdir life cycle. Və bu da o deməkdir ki, Laravel index PHP-dən işə düşür, gedir o bayaq saydıqlarımın hamısını bir-bir saymalısın. Yəni intervyu sual versələr biləsiz. Rootun nə olduğunu dedim, azmaz, yəni ətrafı keçəcək. Controller dedik, view dedik. İndi param göndərmək və s. var. Okey. İndi bir şeyə baxaq. Fikir verdinizsə biz localhost 8000 yazanda layihədə bu açılırdı. Gəlin sizə bunun niyə açıldığını izah edeyim. Görün burada istifadə cəmaət nə yazır? Yəni cəmaət dedim Laravelin yazanları. Hazır gələndə Laravel layihəsi. Root get yandan xətt. Bu o deməkdir ki, yəni mən heç bir link yazmıram. Yəni mənim ana səhifəmdir deməkdir. Bax budur. Və bir də yazıb ki, callback function. Bu callback function o deməkdir ki, mən bura promote class vermirəm. Promote funksiya açıb, baxın, kodumu burada yazıram. Bu səliqəsiz yoldur. Niyə? Çünki burada bizim rootlar çox olacaq. Ən sadə yadınızda OBS app'də nə qədər rootlarımız var idi. Blogun create, update, delete və s. Bu biraz səliqəsiz yoldur. Çünki niyə biz bunu ayrı bir klasa bölməliyik ki, bu getsin bu klasın içindəkini oxusun, səliqəli olsun. Ona görə bu sadəcə hələ belə yazılmış bir koddur. Amma siz bu cürdə yaza bilərsiniz. Burada nə edib? Return view yazıb. Yəni view nə deməkdir? Get view-nu yüklə də, yəni bir yağa izah elədim o sizə. Bu cürlə. Sonra nə deyim? Sizə bir dənə də bir şey deyim. Onunla da yekunlaşdıraq. Bax, tutaq hello-ya bir ID ötürmək istəyirəm. Bu ID nə zaman ötürə bilərəm? Məsələn, tutaq kateqoriyanı edit eləmək istəyəndə. Gəl adını elə qoyaq.
kateqori, edit. İndi yazdınız biz editləmək üçün nə lazım idi? Bizə ID lazım idi. Bloqun ID-si, kateqoriyanın ID-si. Çünki niyə nəyi edit edəcəyimi bilim. Bax bura belə yazıb ID yazsaq, bax bu cür nə? Biz uje bu metodun adını dəyişə qoyaq edit. Controlun içinə gəlirəm. Bunun adını edit qoyuram. Okay. İndi nə edirəm? Tutaq ki. Ancaq bunu silim. Hə. Burada ID-ni qəbul etmək istəyirəmsə, burada dollar ID yazıram. Bax, dollar ID. Yəni, bax burada mənə gələn ID-ni əldə etmək istəyirəmsə, bax bura dollar ID yazıram. Bax heç bir əziyyətsiz, bir şeysiz, hamısını var evvel biz üçün həll eləyir. İndi tutaq mən bu ID-ni götürmək istəyirəm. Məsələn, ekrana gətirim. Return dollar ID yazıram. Baxaq görək nə gəlir. İndi biz bunun adını qoyduq kateqori edit. Yandan kateqori edit. Tutaq ID-si 5 olan kateqoriyanı edit deyirəm. Bax 5 yazdım. Bax bu gəldi. Və tutaq ki, gəlin belə eləyək. Burada mənim kateqoriyalarım var. İndeksi 5 ID olanı götürmək istəyirəm. Yazıram dollar kateqorisinin indeksi dollar ID olan, yoxdursa da ekran 0 ver. İndi təbii ki, birinci ekrana 0 verəcək. Boşluq var gördünüz. Amma tutaq ki, bizim istədiyimiz bir varsa, məsələn 1 yazaq. Bir də bizdə bax animal dayanıb. İndi tutaq ki, mən buraya yazıram ki, dollar kat bərabərdir buna və sonra bax katı burada kompaktla ötürmək istəyirəm. Necə edeyim ki, ikinci bir variable'dır, ötürüm bax burada. Sadəcə kompaktda vergül yazıb kat yazsaz nə olur? Bax ikinci variable'da ötürmüş oluruq view-a. Və gəlirəm view-a. İndi tutaq bunu burada işlətmək istəyirəm. Necə işlədərəm? Yazıram echo da yox. Gəlin belə eləyək. Editdə nə olur? Inputda olur. Gəlin belə eləyək. Biraz inandırıcı ssenari ilə gedeyim. Form açıram. Input type text eləyirəm. Valuesunu eləyirəm. Mənə PHP, yəni arxadan gələn dollar cut. Всё. İndi gəlin baxaq. Görə ekrana gələcək. Bax. Inputun içində animal gəldi. Tutaq edit deyirəm. Kateqori edit ID-si 1. Bax inputun içində promo animal oturdu. İndi desəz ki, niyə bu hələ belə yazır? Çünki database hələ istəyə atmırıq. Normalda biz ID-yə görə database istəyə atıb bunu qoyurduq bura. Hələ ki belə. Всё, ümumi məlumatlar bu qədər. Yəni bir də onu əlavə eləyim ki, mən dedim ki, bir papkanı göstərəcəm. Tutaq bu view-nun içində bir papka yaradıram. Papka adını qoyuram kateqori. Bu kateqori papkasının içinə, bu faylımı atıram bunun içinə. Və bunun içində artıq bunun adını dəyişirəm. Adını qoyuram refactor, rename. Adını qoyaq home. Və yaxud index.php. Ya edit. Biz edit faylımız idi bu. Okay. İndi mən burada return view yazmışamsa necə gedib bunu gətirə bilərəm? Birinci papkanın adını yazmalıyam. Papkamız adı kateqoriyadır. Bunun içində edit varsa nöqtə edit. Blade.php-ni demişdim yazmağa ehtiyac yoxdur. Və səhifəni refresh deyirəm. Baxın, heç bir error gəlmədi. Amma mən burada bir səhv yazsaydım, tutaq ki, adını index yazsaydım, səhifəni refresh deyirəm, baxın, error atır. Deyir ki, view not found. Və bir də sizin layihədə erroru çıxanda mütləq burada yazılan erroru oxuyun ha. Yəni o dəqiqə yazmayın ki, məndə işləmir. Yəni bunu oxuyun ki, aydın deyir ki, sənin view-u tapa bilmirəm demək istədin. Hə baxıram ki, həqiqətən məndə kateqori papkasının içində index adında bir view yoxdur. Ona görə nə edirəm? Düzəldirəm, edit qoyuram, səhifəni refresh edirəm, çıxır bu. Və bir də dərsin əvvəli demişdim, .environment-də debug deyə bir anlayış var. Nədir bu debug? Gəlin ona baxaq. Elə ən sadə bir error çıxır. Gəlin elə bir ki, erroru qaytaraq index. Səhifəni refresh etdim, error çıxdı. Yazı gəlsin, indi qədər PHP-də heç bir erroru bu səhifədə belə görməmişdik. Bu belə qəşəng erroru çıxardır. Hətta diqqətlə baxın, errorun nə olduğunu çıxardır. Və bura baxsaz, deyir ki, errorun sətrini də çıxardır. Deyir ki, sənin kateqori kontrolda 19-cu sətirdə error var. Hətta bunu belə yox, buradan da oxuya bilərsiniz. App HTTP control kateqorinin içində 19-cu line. Yəni bu çox qəşəng bir errorların hamısını sizə göstərir ki, burada problemimiz var, gedin baxın. Yəni sizin sabahına errorlu çıxsa burada rahat onu görə biləcəksiniz. Amma bir şərtlə ki, bax environment-də debug true olsun. Bunu false etsəz, səhifəni refresh edirəm. Baxın, erroru göstərmir. Sadəcə deyib 500.
500-də HTTP status kodudur. Yəni serverdə bir problem var deməkdir, server error deməkdir və bu cür nə çıxarır. İndi qəşəng bir sual verə bilərsiniz ki, biz niyə debug'ı false eləyək, həmişə true olsun, rahat işləyək də. Məsələ odur ki, siz bunu production-a verəndə vahiyəni, yəni vahiyyə əsl həyat mühitinə verəndə vahiyəni heç kimdə hər hansı bir error çıxanda heç kimdə bu cür səhifə görünməməlidir. Deyin niyə? Yəni çünki heç kim sizin kodunuzu görməsin. Yəni niyə cəmaət sizin kodunuzu görsün, yəni. Burada hətta çox məlumata baxmaq olur. Aşağı düşək bir dənə. Bax burada deyir ki, hansı dataları ötürürsən, nə bilim, API necə gəlir, serverin məlumatlarını verir, nə bilim, çox şey var ya burada, PHP versiyası, yəni serverimizdə hansı PHP işlədilir, Laravel neçə işlədilir, dil nə dilindədir və s. Bax, bu cür məlumatlar olduğu üçün siz layihəni production yükləyəndə heç vaxt true yox, burada false olaraq mütləq yükləməlisiniz ki, əgər error çıxsa, bütün bu məlumatlar heç birini qarşı tərəfə görməməlidir, yəni. Çünki bir hacker bundan istifadə edib sizin açığınızı tapa bilər.